3-4 ildir tanıdığım Azərbaycan Film Akademiyasına gəlməyə qərar verdim. Çox xoşbəxtəm ki, bura gəlmişəm. Mənə dostlar tanışda dedilər ki, bəs belə film akademiyası var. Gəlmədən əvvəlki gözlərlə gələndən sonraki göz arasında xeyli fərq var. Kənardan çox deyirlər ki, aktyor olmaq nə deməkdir? Elə şeylərə qulaq asmaq lazım deyil. Hər kəsə salam, mən Nail Abbaslı, 24 yaşım var, uşaqlıq arzum. Bu yaxınlarda Türkiyədən gəlmişəm Azərbaycana. 3-4 ildir tanıdığım Azərbaycan Film Akademiyasına gəlməyə qərar verdim. Həyatımda böyük bir hadisə yaşadım və bu mənim yenidən buna qərar verməyimə səbəb oldu. Gəldim bura, Zaur bəylə danışdıq, bir sınaq dərsinə girdim. Daha sonra Zaur müəllim mənə motivasiya verdi, mən də ona həyatımda keçənləri danışdım. Sonra başladım burada dərslərə girməyə. Artıq 3 ayım tamam oldu. 3 aydır burada. Yəqin ki, daha öncə düşünməyəcəyim qədər yaxşı bir yer gördüyümü düşünürəm. Çünki əvvəl kurs olduğunu düşünürdüm buranın. Yəni başqa kurslar. Amma gələndə həqiqətən akademiya olduğunu anladım. Mən həmişə Azərbaycanda aktyorluqla bağlı konservatoriyanın əksikliyini görmüşəm. Məncə çox insan bunu görür. Məncə Azərbaycan Film Akademiyası Azərbaycanda aktyorluğun konservatoriyası olmaq yolundadır. Demirəm hələ ki o yoldadır, amma məncə o yolda gedir sürətli addımlarla. Çünki bir çox sahədə dərslər keçirik. Sadəcə bir tərəfli yox, hər tərəfli dərslər keçirik. Bu da bizə sürətli inkişafımıza kömək edir. Bu yaxşı bir şey. Bu qədər qısa bir müddətdə bu işləri görə bilmək belə məncə gələcək vəd edir. Onun üçün mən xoşbəxtəm ki, buradayam və indiyə qədər də bu 3 aylıq müddət ərzində də mənfi bir şey yaşadığımı da xatırlamıram. Nə ünsiyyət baxımından, nə başqa tərəflərdə və ümid eləyirəm bu təhsilimizin davamında da bu formada davam eləyər. Məncə Azərbaycanda sızsa bura gələ bilərsiniz. Nə qədər gec deyil, çünki mən gəlməmişəm. Kaş elə ilk tanıdığım müddət gələrdim və buranın ilk şagirdlərindən biri olardım. Bizim etüd imtahanımız, 3 aylıq etüd imtahanımızı verəndə vermədən əvvəl tam əmin ola bilmirdim. Yəni düzdür, qarşı tərəfdən uşaqlardan, mentorlarımızdan aldığım reaksiyalar xoş yöndə idi, amma insan özündən tam əmin ola bilmir o səhnəyə çıxıb o reaksiyanı alanda. Həyəcanlıydım, çox həyəcanlıydım. Yəni tər tökülürdü hər yerimizdən. Və hər şeyi unutmuşdum ki o səhnədə. Evə gedəndə fərqinə vardım ki, 2 dizimdə artıq göm-göy göyərib, yəni yerə çırpmaqdan özümü. Amma çox maraqlı bir, necə deyim, anı idi mənim üçün. Və illərdir o arxada qoyduğumu düşündüyüm o duyğulara artıq mən buradayam dediyim, bir növ oyandığım bir yer idi. Ona görə skeç imtahanında səbirsizliklə gözləyirəm. Görəsən necə olacaq. Salam, mən Musaq Əlizadə. Mənim uşaqlıq arzum idi ki, aktyor olum, hamının içində tanınım, məni tanısınlar. Uşaqlıq arzum idi ki, bura gəlim, hamının içində tanınım. Əslində məni qardaşım bura gətirdi. Dedi ki, sən bunu eləsən, əlində çox şey olar, hamı səni tanıyar. Gəldim, çox xoşbəxtəm ki, bura gəlmişəm. Etüd imtahanında mən həyecanlı idim. Bilirdim ki, yenərəm. Amma qəşəng keçdi. Çox şey gözləyir məni. Mən anamla qardaşım dedim ki, bura gəlmək istəyirəm, arzumu eləmək istəyirəm. Anam da dedi ki, yaxşı olar və qardaşımla gəldim. Mən Bağırov Məhəmməd. Mən bura gəlməmişdən qabaq həyəcanlı idim həqiqətən. Çünki mənim uşaqlıqdan bu həvəs vardı məndə və uşaqlıqdan bu həvəslə yanıb tutuşurdum belə. Çox vaxtı köhnə filmlərə baxıb və bizim sənətkarları görəndə mən də deyirdim uşaq kimi belə 5-də, 6-da oxuya bildim. Mən də böyüyəndə onlar kimi elə istəyirdim ki, qəbul olum və mənə dostlar tanışda dedilər ki, bəs belə film akademiyası var və gəldim. O qədər danışıqlar, ünsiyyət gördüm ki, dedim tamam da, tam istədiyim yer. Bəzi düşüncələr var ki, məsələn, adam bir video paylaşanda ya bir çəkəndə bir əks təkvir verir. Demək olar ki, mənfi görməmişəm. Çünki nəyə görə? Çünki mən buraya gələndə xoşhal oluram. Yəni dərs müəllimlərimiz və var olsun bizim Zaur müəllim, minnətdaram ona. Belə bir film akademiyası, yəni belə tədrisi düzeydə qrup ərsəyə gətirib. Başqa bir şey görməmişəm burada, yəni pis bir şey görməmişəm. Ancaq xoş xatirələr, xoş, yəni enerji, yəni imtahan barəsində çox gözəl hisslər idi. Çox, yəni ilk səhnə, ilk burazlar, yəni çox həyəcan var. Çünki ilk dəfə səhnəyə çıxmaq, həyəcan hər bir insanda ola bilər. Səhnəyə bizi layiq gördükləri üçün mən minnətdaram. Salam, mən Umarova Gözəl, 20 yaşım var. Aktyorluq uşaqlıq xəyalım olub, yəni çox istəmişəm. Axır ki gəldim, xəyalıma çatdım. Yəni xəyalımı gerçəkləşdirmək üçün də ilk adımı burada atdım. Buranı Instagramda gördüm. Yəni ortam da güvən verirdi, daha səmimi idi.
çətin oldu gəlmək əslində. Həyəcanlı idim, utanırdım. Yəni bura gəlmədən əvvəl də çox utancaq biri idim. Kamera qarşısına keçmək, insanlarla sosiallaşmaq falan çox çətin gəlirdi. Amma 3 ayda dəyişiklik oldu məndə. Yəni utanmağım getdi. Daha özgüvənli oldum. Özümdə fərqli bir aura hiss elədim. Bura gəlmədən əvvəlki gözlərlə gələndən sonraki göz arasında xeyli fərq var. İmtahan həyəcanlı keçdi. 2 dəfə səhnəyə çıxacaqdıq. Xəyalınız varsa, həvəsiniz varsa, yəni əl çəkməyin. Ətrafa qulaq asmayın. Ətraf sadəcə danışır. Kursun əslində mənfi tərəfi yoxdur. Yəni bura gəldiyim gündə, o gündən bu günə də yəni çox səmimi qarşıladılar məni. Yəni ortam xoşuma gəldi. Mənfi heç bir tərəfi yoxdur. Salam, mən Qurbanova Fidan. Mən Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsiyəm. Bu il artıq mənim 1-ci kurs idim və mənim uşaqlıqdan bəri xəyalım idi ki, aktyor olum, yəni aktrisa olmaq istəyirdim. Universitetə girəndən sonra başladım aktyor olmaq üçün hansı kurslara gedə bilərəm araşdırmaya. İlk də elə Azərbaycan Film Akademiyası gəldi. Ondan sonra da bura gəlməyə qərar verdim. Bura ilk dəfə gələndə çox həyəcanlı idim. Yəni bilmirdim ki, nə deyəcəm, nə edəcəm. Gəldim, oturdum. Sonra mənə suallar verməyə başladılar falan və sonra da qəbul etdilər. Bura çox fərqli idi. Yəni buranın ortamı, buradakı insanlar, buradakı yəni çevrəmlə buradakı çox fərqli idi. Məsələn, bura gələndə elə bilirdim ki, mənim kompleksim yoxdur da, amma bura gələndə əslində mən özümü nə qədər bəyənmirmişəm. Yəni onu gördüm. Getdikcə daha çox özümü bəyənməyə başladım. Burada o qədər rahat idim ki, yəni kimisə fikrini niyə önəmsəyim ki, artıq bunları burada görməyə başlamışdım. Buranın mənfi tərəfləri, buranın da vaxtının çox olmasını istəyərdim. Tam 2 dəfə idi ki, nəsə bir göstəridə mən olacaqdım da, yəni ona görə çox həyəcanlı idim. Birinci, yəni çıxmamışdan əvvəl, pərdə açılmamışdan əvvəl çox pis həyəcanlı idim, amma açılandan sonra gördüm ki, yox da, yəni elə həyəcanlı olmaq lazım deyil. Çox rahat idi. Heç özümü sıxmadım, yəni çox rahat şəkildə idi hər şey. Sonra da başladım orada özümü təqdim elədim. Çox rahat. Elə bildim heç danışa bilməyəcəm, elə bildim heç o hərəkətləri göstərə bilməyəcəm də, amma elə olmadı. Mən bura gəlməyimin tək məqsədim o idi ki, yəni arzu olaraq qalmasın. Kənardan çox deyirlər ki, aktyor olmaq nə deməkdir. Elə şeylərə qulaq asmaq lazım deyil.